Nə istəyirsiniz, qurban olum. Normal deyəndə normal cavab verirəm. Anormal deyəndə anormal cavab verirəm. Yəni deyir, kako privet, tako atvet. Bax, İmişlinin bacısını bir nömrə dəftərdə çıxardıblar. Özündə xoruz dəftərində var. Папа, ты завтра уже бадымджан пожарим и салат сделаем бадымджан. Потому что уже едят никак не едят. Мясо, да, ты на самом деле просто напомнил. Бадымджан просто. Я вчера забыл. İmişli. Ay İmişli. Достану сварили. Nətər də xoruzluğun nətər gedir? А ты возьми это, гречку свари, помидор пожарь. Yaxşıdır. Allah sənə bərəkət versin. Anormal cavab vermədən deməz burada. Anormal cavab verməyən də anormal elə bilir ki, o da düzgündür, haqlıdır, başırsan. Özünü hoq qaparır. O şəraiti yaratmıram axı ona görə. Neyse. Ay zabat özünüzü yormayın. Burada əksəriyyəti girən yəni əksəriyyəti girən normal adam deyil. Mən normal adam olmayan insan da demək olmaz da əhatəsində mən normal danışmıram. Mənə deyilən sözün 2 qatını deyirəm. Elə söz də deyə bilərəm, altından çıxa bilməyəsən. Mən nə sənin şəxsiyyət çaldıram, nə bir şey. Durub giz-giz suallar yazırsam, mən də sən o giz-giz sualların əksəriyyətində səni xoruz adlandırıram. Başa o nə deməkdir? Məxvi, sən orada çox qınışırsan. Sən də xoruz dəftərinə salındın. Özü nömrə 1. Davay, getdim. Sən də getdin. Tak. Çox sağ olun hədiyyə görə. Baba 100 gəldi. Baba gəldi. Anasının başdan söyən. Məhəmməd, səni də blok atmaq istəyirəm. Mənəsə sən də mən yaxşı gəlmirsən. Davay, getdin sən də. Sonra kim özünü söydürmək istəyir? Gəlsin bura. Hayıfsız ya Allah haqqı. O boyda ata, oğul böyüdür. Biləndən ki, sonra oğul belədir.